kasıba əl tutmayanlardır. Kimə lazımdır o həc ziyarəti? Əgər bir şəhid ailəsinin yanında olursansa, bir qasiyə kömək eləmirsənsə, bir imkansız ailənin dərdinə dərman olmursansa, kimə lazımdır o həc ziyarəti? Salam dostlar, ben Gazi İbrahim İbrahim. Kardeşler, deyirlər ki, niye özünü göstərsən, niye millətdən millete deyirsən, mən beləyəm, mən eləyəm, mən pis vəziyyətdəyəm, niye belə şeylər deyirsən deyirlər. Mən də onlara demək istəyirəm ki, Allah da mənim durumuma səni soxsun. Gör yaşamaq necədir. Sən orada isti yerində otursan, amma mən yetim uşağım, mənim heç kimsəm yoxdur. Allah da səni bildiyi kimi eləsin, başqa sənə heç demirəm. Yaxşımı? Mən necə yaşayıram, Allah da sənə mənim yaşayışımdan qismət eləsin, görəsən. Hamısı buradadır, döyüşdə. Gazeteye de çıxmışam. Azərbaycan ordusunun gazetesine buradayım. Yani bu mənim formamdır. Mən deməyim odur ki, mən istəyirəm ki, xalqım mənim yaşayışımı görsün. Mən kirada yaşayışımı görsün, necə yaşadığımı bilsin ki, mən bu kiranın pulunu vermək üçün 10 gün ac qalıram. Məni bəlkə pis də başa düşərlər, amma mən bunu edirəm ki, yəni xalqım mənə dayaq dursun, bilsin ki, belədir. Hava da burada həmişə kimi yağışlıdır. Bu yağışlı havada mən ümumiyyətlə iş tapamıram, 20 manata işə gedirəm, iş olanda. Baxın, mənim xaladeynimdə heç yeməyə heç nəyim yoxdur. Yəni, bilin ki, sizin evladınız, mənim çünki sizdən başqa heç kim yoxdur, sizin evladınız bu şəraitdə yaşayır. Yəni, vicdanlı insanlardan deyirəm ki, mənə kömək eləsin ki, mən təkəm, sizdən başqa mənim heç kim yoxdur.